Vaxtınız xeyir. OTK-nın ikinci qruplar üzrə sınaq kitabından birinci sınağı istəyirəm izah edeyim. Başlayaq. Deməli, birinci sualda nə deyir? Mərkəzi O nöqtəsində olan çevrədə BO, BC 3 cm-dir. Yəni, baxın, buralar 3 cm-dir. Biz də bunu bununla birləşdirsək, bu da 3 cm olur. Burada bərabər tərəfli 3 bucaq olur. Onda deməli, bu bucaq neçə dərəcədir? 60 dərəcədir. Və mənə BC qövsünün uzunluğunu istəyir. Qövsün uzunluğu necə tapılırdı? Alfa böl 360 2 pi r. Bizim alfamız burada 60'dır. Yəni 60 bölünsün 360 vurulsun 2 vurulsun pi. R'imiz də 3'dür. Bunu hesablasaq 6 getdi. Cavab oldu pi. İkinci sual. İkinci sual tiplərini çox şagirdlər kəsrə çevirərək müqayisəyə çalışırlar. Amma ən gözəl mən sizə bir üsul deyim. Deməli, nə edirsiniz? Bir dəqiqə bunu çəkək o tərəfə. Nə edirsiniz? A bərabərdir 3.4 və bilirik ki, dövrü hissə təkrarlanır. B bərabərdir 3, dövrü hissəni təkrarlayıram və çalışıram alt-alta düşsünlər. C variantında, yəni biraz bunları bir sözlə açıq vəziyyətdə yazıram. Və salamda burada da görəcəksiniz ki, ən kiçiyi B-dir. Ondan sonra deməli A, ondan da sonra C oldu. Nə? A variantı. Keçək üçüncü suala. Üçüncü sual tiplərində deyir ki, standart, birinci biz bu A-nı standart şəklə gətirəcəksiniz. Olacaq 1.4, 1, 2, 3, 4, 5, 6, 6 dənə. Yəni vurulsun 10 üstü 6 yazacağıq. Burada da bizim B 5 vur 10 üstü n var. Bunların hasili bizdə nə edir? Bizdə eləyir 7 vurulsun 10 üstü 6 üstə gəl n. Və mənə deyir ki, bu ədədin deməli tərtib 6 üstə gəl n-dir. Qiymətli hissəsindən, qiymətli hissə 7-dir, 4 dəfə böyükdür. Yəni, bu nə oldu? 28 oldu. N-i də buradan tapacaqsan ki, 22. Sonra dördüncü suala baxaq. Dördüncü sualda nə etmək olar? Baxın. Dördüncü sualda bir neçə üsulla eləmək olar. Məsələn, hal-hazırda bu 120-dirsə, baxın, bu paralelliklərə görə, görürsünüz burada. Onda bu 120 gəlir bura 60 kimi. Eyni zamanda bu paralelliyə görə də gördünüz. Buradan da 130 bura gəlir 50 kimi. Bizdən bu bucağı soruşur. Bu bucaq da həmən bu üç bucağın xarici bucağıdır. Xarici bucaq da ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Cavab oldu nə? 110. Beşinci suala baxaq. A, B ortaq sadə vuruqları olmayan natural ədədlər, yəni qarşılıqlı sadə ədədlərdir. Bunu demək istəyir bizə. Və bunların əkobu deyir ki, buna bərabərdir. Deməli, nə edirik? 3A ilə 4B-nin əkobu bizə verir 12A vur B. Düzdür? Bu tərəfə baxırıq. 72-miz var. 8A ilə 4B-nin də əbobu bizə verəcək 4. İndi mən ixtisar eləsəm, A vur B-ni nə alacam? 24 alacam. Davam edirik 6-cı sualına. 6-cı sualda nə edək deməli? Bizə burada bu hissələrin bərabərliyindən danışıbsa, mən birinci buranı birləşdirim ki, burada 3 bucaq yaransın. Və deməli, bu paralelliyə görə bu 100-dürsə, bu hissəsi, baxın, paralelliyə görə var bura. Bu 100-dürsə, bura gələcək 80 kimi. Bura gələcək 80 kimi və bunlar bərabər olduğundan bu hissə də 80 olacaq. Onda bunun yuxarı hissəsi neçə dərəcə olacaq? 20 dərəcə olacaq. Keçdik 7-ci sual. A və B məntəqələrindən eyni anda 8 saata, o birisi 6 saata, 2 saatdan sonra. Deməli, siz məsələni özünüz videonu saxlayıb və yaxud kitabınız varsa bir-iki dəfə özünüz oxuya bilərsiniz də.
Biri 8 saata gəlirsə, onda 1 saata 8-də 1-dirsə, 2 saata 8-də 2-dir. O biri 6 saata gəlirsə, 2 saata 6-da 2-dir. İndi bir yerdə gəliblərsə, daha doğrusu qarşı-qarşıya gələndə toplanılır axı. Onda toplananda bunu da biraz daha sadələşdirsək, 4-də 1 və 3-də 1 cavab eləyəcək 12-də 7. 12-də 7 gedilmiş hissədir. Amma mənə getməmiş. Bir də deyir ki, qalan məsafə. Aha, gedilməmiş hissə olur 12-də 12-dən 12-də 7-ni çıxırsan, qalır 12-də 5. 8-ci suala baxaq. A, B natural ədədləri üçün əbob AB 6-dır. Əbob AB bilirsiniz də bunların ən böyük ortaq bölənləridir. A böl B kəsrin sürətinə 12, məxrəcinə 21 əlavə edək. Onda A üstə gəl 12, B üstə gəl 21 yazırıq və deyir ki, bu zaman kəsrin qiyməti dəyişmir. Yəni, yenə də A böl B kimi qalır. Bunu çarpaz vurub sadələşdirək. Çarpaz vurub sadələşdirəndə deməli nə alınacaq? AB üstə gəl 12B bərabərdir. AB üstə gəl 21A. AB-lər getdi. 12 ilə 21 də ixtisar getsə 4-ə, daha doğrusu 3-ə, burada qalacaq 4, burada qalacaq 3. Aha, indi mənim də ortaq bölənim 6-dır. Əkob necə tapılırdı? Bunları A ilə B-ni ixtisar elədik. 4, 3, 1 bu 4, 3-ü vururuq. Bir də onların ortaq bölənlərini vururuq da əkobu tapanda, düzdür? Yəni, ortaq bölənlər, bir də ortaq olmayan bölənləri, yəni qarşılığı sadə qalan ədədləri vururuq bir-birinə. O da neçə eləyir? Deməli, bir dəqiqə burada mən səhv bölmüşəm deyəsən, 4, 7, 3 yox, 3-ə bölmüşəm. Ona görə 7 qalıb. Aha, 4 vur 7, 28, onu da 6-ya vuranda. Onu da 6-ya vuranda 168. Əssalam. 9-a baxırıq. Mərkəzi O nöqtəsində olan çevrədə BY toxunandır, AC kəsəndir, CAY 120 dərəcədir. CAY 120 dərəcədir və bura 120 dərəcədir. Onda bura 60-dır. Aha. Və bizdən ACB-ni soruşur, yəni buranı soruşur. Biz nə edərik? Buradan bir radius çəksək, bu radius toxunana perpendikulyar olacaq və ona görə bura neçə dərəcə qalacaq? 30 dərəcə qalacaq. Bu 30 dərəcədirsə mərkəzi bucaq. Onda burada 30 dərəcədir. Və məndən istənilən çevrənin daxilinə çəkilmiş bucaqdır. Çevrənin daxilinə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Ona görə 15 dərəcə. 10-cu suala baxaq. 10-cu sualda bizə fikir verin. Burada nəyə həmişə fikir verin? Bax, sənə A çıx B-ni rasional verir. Deməli, sırf A çıx B-dən olanları siz rasional hesab edəcəksiniz. Qalanlarına isə irrasional deyəcəksiniz. Yəni, baxın, burada deyə bilərsiniz ki, A çıx B var da, deməli, bu da rasionaldır. Xeyr, çünki bunun qarşısını müxtəlif ədədlərə vurublar. Eyni ədədə vursalar, hə. Amma müxtəlif ədədlərə vurduqlarına görə, ona görə bu rasional deyil, irrasionaldır. Baxın, bu hissədə ortaq məxrəci gətirib sadələşdirsəniz, elə bizə veriləni alacaqsınız. O da rasional sayılır. Amma mənə o lazım deyil də. Mən dedim ki, ondan fərqlilərə baxmaq lazımdır. Çünki məndən irrasional istəyir. Fərqlilər də görürsünüz, üstə gəlmə, fikirləşmədən götürürsünüz. 1, 3 cavab D variantı. 11-ə baxırıq. A ədədi 1-200 aralığında yerləşən natural ədəddir və əbob A ilə 96, 16-dır. Aha, bu bilirsiniz nə deməkdir? Yəni, A ilə 96-nın içindən 16-nı ortaq vuruq çıxardıblar. Onda bunların hər biri 16-ya bölünən ədəddir. Onda necə olacaq? Bunu həm A böl 16 kimi yazacağım, 96-nı da 16-ya böləcəm, olacaq 6. Bu alınmış ədədlər ki var, ha, onlar bir-biri ilə qarşılıqlı sadə qalırlar. Bax, yadınızda saxlayın, ortaq vuruğu çıxardandan sonra yerdə qalan qarşılıqlı sadə qalırlar. Onda mən A-nı 1-200 arasından elələrini seçməliyəm ki, əvvəla 16-ya bölünsün, sonra da 6 ilə qarşılıqlı sadə olsun.
Bunları da bir-ikisini yazacağam. Deməli, A-nın elə, məsələn, yoxlasaq, birinci 16-nı yoxlayırıq da, çünki 16 16-ya bölünür axı. O da eləyir 1. Deməli, 16-nı yoxlasaq, bizdə burada nə qalır da? A böl 16, yəni 16 böl 16 1, bir də 6 qalır və həqiqətən də bunlar qarşılıqlı sadədirlər. Ondan sonra nəyə baxa bilərik? Yəni 32 götürsək, 32 böl 16 2 eləyir. 2 ilə 6 qarşılıqlı sadə deyil. Sonra 16-ya bölünən 48-ə baxa bilərik. 48 böl 16 3 eləyir. 3 ilə 6 qarşılıqlı sadə deyil. Yəni bu minvalla biz yoxlamalıyıq. 64-ə baxsaq alınmır. 80-ə baxırıq. 80-i 16-ya böləndə 5 eləyir və həqiqətən də 5 ilə 6 qarşılıqlı sadədir. 96-ya baxırıq, xeyr. 112-yə baxsaq, deməli 112-yə 6-ya böləndə, 16-ya böləndə 7 dəfə düşür. Bəli, 7, 6. Sonra bir dəqiqə qoy yoxlayım. Bir də 176-nı götürə bilərik ki, o da 11, 6 eləyir. Bunlar qarşılıqlı sadə olur. Deməli, A neçə fərqli qiymət ala bilər? 4 dənə fərqli qiymət ala bilər. Bu hissəni təmizləyək. Aha. Davam eləyək. 12-yə baxırıq. Deməli, olan AF 12-dir. Yazaq üstünə. Bax, bura 12-dir və AY parçasının uzunluğu CF-dən 4 vahid böyükdür. CF-ə bir X yazsam, onda bura olur X üstəgəl 4. Fikir verin, mənim buradakı toxunanım X üstəgəl 12-dir. Onda deməli, buradakı toxunan da X üstəgəl 12 olacaq da. Axı bir nöqtədən çəkilən iki toxunan bərabər olur. Onda mənim X üstəgəl 12 olmağı üçün bura neçə olmalıdır ki? 8 olmalıdır da. Və indi bu hissəyə baxın. Burada da bir nöqtədən çəkilən 2 dənə toxunan var. Onda bu da neçə olur? 8 olur. 13-ə baxırıq. 13 kimi tapşırıqları nə edəcəksiniz? Qoy, bir qeydiyyat açım. Deməli, baxaq. Bunları biz topluda da var, onsuz da eləmişsiniz yəqin ki. Alt-alta yazırıq. Alt-alta yazırıq. Bərabərdir A. O birisini də yazırıq. Və bunu bir X-la işarə eləyirik ki, bizim məqsədimiz bunu tapmaqdır da. Axı bizə deyir ki, bu cəmi tap, düzdürmü? Deməli, mənim məqsədim bunu tapmaqdır və bu cür misalların həlli yolu nədir? Əvvəla alt-alta toplayıb baxırıq. Əsasən burada alt-alta toplayanda hər bir həddi tam ədəd alınmalıdır. Amma 7-də 1 ilə 7-2, yəni məxrəcləri eyni olanlardan danışıram da əlbəttə. Yox, 9-da 1 ilə 9-da 1. Ümumiyyətlə bunları toplayanda tam ədədlər alınmır. Onu da, yəni hərəni özü ilə toplamaq lazımdır. Onu demək istəyirəm sizə. Baxın, bax belə. Onda mən aşağı hissəni 5-ə vursam, baxın nə alınır onda? Yuxarıda 7-də 2, 9-da 4, 11-də 6 bərabərdir A. Burada isə 7-də 5, sıranın hamısını vururam da. 9-da 5, 11-də 5 və burada da 5x. Və indi alt-alta toplayıram. Baxın, burada nə alınacaq? 7-də 7, yəni 1. Burada nə alınacaq? 9-da 9, yəni 1. Burada da 11-də 11, yəni 1. Bərabərdir. Burada isə A üstəgəl 5x. Mənim məqsədim x-i tapmaqdır. Bu hissə neçə eləyir? 3. A-nı keçirtərəm bu tərəfə. 3 çıx A bərabərdir 5x-a. Onda x-i tapanda 3 çıx A-nı nəyə bölərəm? 5-ə bölərəm. Hansı bənd? A bəndi. Bunu silək. Belə. 14-cü suala baxaq. ABC həqiqətləri üçün, burada nə edəcəyik? Bunun üçün ən gözəl yol modul, üstü cüt ədədləri atırsan, yerdə nə qaldı? S kiçikdir 0. Yəni özü yazıq sənin üçün hazır qalır da. Nə istəyirik ki? Burada A4-ü atıram. S-ni ata bilmirəm, çünki üstü təkdir. Amma cüt olsaydı atardım.
Tək olmağına baxmayaraq artıq mən S-ni bilirəm ki, mənfidir. Amma mənə deyir ki, cavabım müsbət olsun. Onda mən B-yə də mənfi qoymalıyam ki, mənfi vur mənfi müsbət eləsin. İndi gəlirəm bu hissəyə baxıram. Burada artıq mən iki hissəni bilirəm. Yəni S-ni bilirəm mənfidir, B-ni bilirəm mənfidir. Amma deyir ki, ümumi cavabım müsbət olsun. Onda A nə olmalıdır? Müsbət. Çünki bu iki mənfi müsbət eləyir. Bir də müsbətə vurmaq lazımdır. Və salam, onda cavabımız nə olacaq? S kiçikdir 0, B kiçikdir 0, A böyükdür 0. Hansı bəndədir? Baxaq. B bəndidir. 15-ə baxırıq. Bu tip misallarda neyləyin? Əgər bunlar bir-birinə bərabərdirsə, AKB olana ilə 2K götürün. Bax, AKB. Bura 2K yazırıq. YKF olana öz məxrəcinə uyğun 3K yazacaqsan. YKF hardadır? YKF. Aha, bura 3K-dır. Bu avtomatik bura çıxır. Niyə? Çünki qarşılıqlı bucaqlardır. SKD də 4K götürəcəksən. Yəni burada 4K. Biz bilirik ki, bu üçünün cəmi nəyə bərabərdir? 180-a. Bu neçə eləyir? 9K eləyir, bərabərdir 180. K tapdıq 20 və məndən nə istəyir? BKS-ni istəyir. BKS də 3K-lıq idi. Cavab 60 D variantı. 16-ya baxırıq. A-nın hansı ən kiçik qiymətində ədədi 6-ya qalıqsız bölünür. 6-ya qalıqsız bölünməsi üçün ədədin sonu cüt olmalıdır. Bəli, cütdür. Və A-ya 1 versək, həqiqətən də cəmi 3-ə bölünəcək. Çünki 6-ya bölünmə əlaməti həm 2-yə, həm 3-ə bölünmə əlaməti ilə eynidir. Deməli, A-nın hansı qiymətində? Ən kiçik 1 qiymətində. 17-yə baxsaq, 17 kimi misallarda çalışın içərdəki bucaqla çöldəki bucağın əlaqəsini qurun. O da necə əlaqə qurarsınız? Baxın, sizə deyir ki, bunlar bir-birinə paraleldir. Onda mən bunu birləşdirsəm, bax, birləşdirsəm, burada neçə eləyəcək? 90 eləyəcək. İndi bax, buranı bir x qoysam, bu içərdəki x, bu 90, bir də 140-ın cəmi mənə 360 verəcək. Onda mən 360-dan 90 ilə bu 140-ın cəmini çıxacam. Yəni 230-u çıxacam. O da eləyəcək, deməli 130. Bura 130-dursa, onda buranın payına nə qalır? 50. Hesab səhvi eləmədimsə bir də baxaq. Deməli bura 90 gəldik. 90, 230, 360-dan 130, bu da 50. C variantı. 18-ə baxırıq. Radiusu 18 olan çevrədə AMC qövsünün uzunluğunu tapın. Yəni, bayaq qövsün uzunluğunu dedim ki, alfa bölü 360 vur 2 pi r düsturundan istifadə edir. Radiusun var əlində 18, alfan çatışmır. Alfanda bu daxilə çəkilmiş bucaq 40-dırsa, onda onun qövsü olur 80 dərəcə. Alfa da 80-dir. Aparıb bu düsturda yerinə yazıb alacaqsınız. 19-a baxaq, görək nə deyir. Bəli, burada qarşılıqlı bu tip misal topluluğun özündə də var. Qarşılıqlı sadə ədədlər dediyinə görə əvvəla sən bunları ixtisar eləməlisən 2-yə ki, burada özləri də qarşılıqlı sadə qalsın. Ondan sonra bir dəfə 3m üstəgəl 7n 29-dur demək ki, 7m üstəgəl 3n də 41-dir demək ki. Və bu sistemi həll edirsən. 20-ci misal yəqin ki, hamı öhdəsindən gəlir. Dövrü ədədləri kəsirə çevirməyi hamı bilir. 21, mərkəzi O nöqtəsində olan çevrədə ASB 48-dir. Yəni, bura 48-dir. Onda bura neçə olmuş olur? 96. Və məndən BA onu istəyir, bax, buranı istəyir. Mən bilirəm ki, bunlar nədirlər? Radiuslardılar. Yəni, burada bərabər yanlı üstbucaq yaranır. Onda oturacağa bitişik bucaqlar bərabərdir. Bir sözlə 180-dən 96-nı çıxıb yarı böləcəm. Deməli, 4, 8, 84. O da 42 variantı. 22 hesab işləridir. Yəqin ki, özünüz öhdəsindən gələcəksiniz. 23 kimilərinə baxaq. Ədədinin natural bölənlərinin sayı 60 olarsa, bunun üçün 8 üstü n-i mən yazaram 2 üstü 3n.
Düzdür? Vurulsun 11 üstü 5. Biz natural bölənlərin sayını tapanda bunların üstlərini bir vahid artırırıq. Onda olur 3n üstəgəl 1. Burada isə olur 5 üstəgəl 1. Bu hasil deyir 60-a bərabərdir. Çünki özü deyir ki 60-dır. Bu hissəsi elədi 6. 60-ı 6-ya bölərəm 10 və buradan da n-i taparam 3. Deməli cavab oldu 3. 24-ə baxaq. Mərkəzi O nöqtəsində olan çevrədə AC AY-yə bərabərdir. AC hanı? AC AY-yə bərabərdir və AYS bura 65 dərəcədir. Bura 65 dərəcədir, onda bura da 65 dərəcədir də. 65, 65, 130, onda bu hissənin payına düşür nə? 50 dərəcə. Və mənə BAY-ni də verib 75. Bax, bura 75. Onda buranın tamamı olur neçə? 125. Düzdür? 125. Və əgər çevrənin daxilinə bax bu cür 4 bucaqlı çəkilibsə, onda onun qarşı bucaqlarının cəmi həmişə 180 olur. Yəni bucaq A ilə bucaq D-nin cəmi 180 olur. Əgər mənim bucaq A 125-dirsə, onda bucaq D neçə olur? 55 dərəcə olur da. 25-ə baxaq. Şərti olaraq adları A, B, C, D, Y, F olan 6 nəfərin yaşlarının ədədi ortası 44-dür. Onda tezcə 6-nı elə bil vuracaqsınız 64-ə. Yəni sayı vurursunuz ədədi ortaya, onların cəmini tapırsınız. Bu elədir 264. Buradan isə 5 nəfərin ədədi ortası 47-dirsə, yəni 5-i vuracam 47-yə, 235. Fikir verin, burada cəmi çatışmayan S-dirsə, onda mən bu cəmlə bu cəmi çıxsam, elə S-ni tapmış oluram. Cavab olacaq 29. 26-cı tipli çalışmalarda hər bir mötərizənin içərisini hesablayırıq. Deməli, nə alınır? 2-də 1, 3-də 2, 4-də 3 və s. və s. %99. Burada da bu formada ixtisar gedəndə yerdə qalacaq %1. Və %1 də nəyə bərabər imiş? A-da 1-in kvadratına. Yəni, bu nə deməkdir? Bu da 10-da 1-in kvadratı deməkdir də. Onda A neçədir? A 10-dur. Çünki məxrəcdədir. Mənim də məxrəcimdə 10-dur. Bəli, bu da uyğunluqdur. Burada da cəmi bir bəndini deyəcəm, çünki o qədər hamısını eləməyə vaxtım yoxdur. C kəsən olarsa uyğunluğu müəyyən edin. Deməli, yəni prinsip nədir, onu izah edirəm sizə. Buradakı beta burada içəri daxil olanda siz sadəcə bilin ki, beta ilə alfanın cəmi 180-dir. Bax, bunu bura yazın, qoyun. Sonra birincilərə baxırsınız. Məsəl üçün, birincilər mənə deyir ki, alfa, bax, 2 beta üstəgəl 30-dur. Onda alfanın yerinə 2 beta üstəgəl 30 yazsam, onda bilirəm axı alfa ilə betanın cəmi 180-dir. Yazıram beta üstəgəl alfanın yerinə nə yazıram? 2 beta üstəgəl 30 yazıram da, bərabərdir 180. Buradan 3 beta bərabərdir 150, beta bərabərdir 50. Beta 50 varmı? Aha, burada yoxdur. Amma beta 50 olanda alfa 130 olur. O varmı? Bəli, var. Görürsünüz, B variantı. Deməli, 1-ə nə gedəcək? B variantı gedəcək. Eləcə də bu dəfə ikincini bu şəkildə yoxlayırsınız, üçüncünü bu şəkildə yoxlayırsınız. Və gəldik situasiyalara. Situasiyaların cavabını isə baxın, kitabınız varsa kitabınızdan eləyə bilərsiniz, olmasa elə bu ekrandan da eləyə bilərsiniz. Telefonunuzdan QR kodu skan etməklə Dövlət İmtahan Mərkəzinin özünün çox gözəl izahı var. Həmən 3 məsələ haqqında oradan elə oxuya bilərsiniz. Sağ olun.